Hər kəsi ürəkdən salamlayıram. Kanalıma xoş gəldiniz. Ənənəmizə sadiq qalaraq ölkə gündəmində, dünya gündəmində baş verən hadisələrlə bağlı öz fikirlərimi paylaşdığım bu yayınıma xoş gəldiniz. Göz haqqınızı halal eləyin, var olasınız ki, izləyirsiniz, paylaşırsınız və istərdim ki, bu hadisələr barədə qısa-qısa məlumatlar verim və fikirlərimi bölüşüm. Birinci növbədə Azərbaycan gündəminə oturan əsas məsələ, düzdür, görsə əynimiz qalındır, çünki biz düşünürdük aprel ayında artıq üzü yaya doğru gedir, yaz bitir. Nə bilim, kimsə evində odundumu, odun peçi ola bilər, soba ola bilər, kənd yerlərində və yaxud da şəhərdə kombini söndürüb, yay geyiminə, yay moduna keçəcəyik. Amma bu olmadı. Dünyada havalar da pis gedir. Nə mənada? Yəni təbii ki, hər hava şəraiti, yağışın da öz yeri var, qarın da öz yeri var, amma bu aprel ayına biraz uyğun deyil. Yağışın miqdarı artıb və əlbəttə Azərbaycanda da bunun təsirini biz görürük. Düzdür, adətən payızda, qışda gördüyümüz məsələləri biz indi apreldə gördük. Təəssüflər olsun ki, bəzi dövlət qurumlarının, yəni səriştəsiz işimi deyim, ya necəsə bununla əlaqədar olaraq bizim ölkədə yenə də yağışın yağması fonunda bəzi məsələlər gün üzünə çıxdı yenə, hansı ki, avtobuslarımı deyim, məkanlarımı deyim, su bassın və yaxud da regionlarımızdan acı xəbərlər aldıq ki, yağış sularının nəticəsində çayda bol sulluq olub və evləri sel su götürüb aparıb. Təbii ki, bu mənfi bir haldır. Ən azından o çay yatağında və yaxud da o selə yaxın sel aparan deyirlər. Belə bir yerdə evin tikintisinə icazə verməməliydilər. Veriblərsə də, bari heç olmasa orada şürdə mən bilən bəndlər salıblar. Amma o digər çaylarda da, Qafqazdan axıb gələn o çaylarda da bəndlər salınmalı idi ki, bəlkə də o ev salamat qala bilərdi. Və ən əsası mal, mülk öz yerində, amma insan canı, həyat itkisi, bu çox pis bir hal. Allah ölənlərə rəhmət eləsin. Amma heç birinin olmaması üçün də dövlət qurumları bu barədə daha yaxşı qərarlar verib, icraatlar eləməlidirlər. Mən belə düşünürəm ən azından. Və Bakıda, tək Bakıda deyil, Bakı ətrafı, Xırdalan, Abşeron rayonu, Sumqayıt demək olar Bakıya birləşmiş vəziyyətdədir Bakı kəndlərinə. Yəni Abşeron yarımadasında həmişə olduğu kimi adətən payızda, qışda görürdük. İndi hətta olub Azərbaycanda aprel ayında qar da yağıb. Kanalımızda bunun videosu var. İndi də görürük ki, yəni necə deyərlər, bu sel suyunun artması fonunda yenə də şəhəri su götürüb, şəhər olub Venesiya və təəssüflər olsun ki, insanlarımız deyərək, gülərək bunu ötüşdürməyə çalışsalar da, mənim optimist xalqım təbii ki, ən pis hadisədə belə çalışırıq, üzümüz müəyyən qədər gülsün, amma bu nə qədər gülməlidirsə, bir o qədər də acı verici bir, faciəvi bir haldır. Və biz keçən yağışda gördük, yəni Bağırov körpüsündə hətta bu su bir can aldı və bu dəfə də bu hadisələr oldu. Bakı şəhərinin artıq milyonlarla əhali Sovetdən qalma köhnə sistem bunu çatdıra bilmir. Oysa Bakı tıxacılarla, səsküylə doludur. Bari heç olmasa bundan sonra bu hava isinişəndə üzü yaya doğru yollarda bu təmiri aparsınlar. Eybi yox, biz biraz da dözərik buna. Amma tək bilək ki, bundan sonra yağış yağanda o su üzə vurmayacaq. Necə deyərlər? Bakı Xəzərlə bir olmayacaq. Yəni ən azından bunu illərdir deyirlər və tək ki görək, bu dəfə heç olmasa bir nəticə çıxardarlar. Bağırov körpüsü demiş bu arada, mən TikTokda gördüm, önümə çıxdı. Həmən o Fordun sahibi, sözün əsl mənasında o Bolt uçan taksi, o onun başında çatladı. Sözün həqiqi mənasında başının üstündən keçdi və gördüm onu TikTokda önümə çıxdı. Qardaş, Allah sənin də işini avand eləsin. Sənin barəndə çox danışılmadı ümumiyyətlə bu hadisələr fonunda. Ümid edirəm ki, hər şey qaydasında da özü də yazmışdı. Hər şey inşallah düzələr. Allah işini avand eləsin və hər bir halda yollarda nə olursa olsun, hansı hadisədən asılı olmayaraq təqsir birinci növbədə sürücünün, şoferin özündə olur. Yəni tədbirli olmaq məncə daha yaxşı bir haldır. Və indi istərdim ölkə xaricində baş verən bir məsələni vurğulayım. Xüsusən də görürsünüz rəylərdə bunu mənə yazırdılar tez-tez. Rəylərdə də bu müzakirə olunur və eləcə də TikTokda, YouTube'da, Instagramda da Türkiyə ilə Mərkəzi Asiya, Orta Asiya ölkələri arasında olan məsələ Kipr, Şimali Kipr və Cənubi Kiprdən ibarətdir. Hansı ki, ikisi də tam dünya ölkələri tərəfindən, hamı tərəfindən tanınmamış ölkələrdir, dövlət qurumlarıdır və təəssüflər olsun ki, Türk dünyasının birləşəcəyi bir anda, mən məsələn buna canı könüldən inandığım və çox istədiyim bir məsələdir. Amma təəssüflər olsun ki, Avropa İttifaqı ilə bu bilinən bir məsələ idi. Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə
yatırım eləyəcək, maliyyə yardımı olacaq və 12 milyard məbləğindədir. Mən sadəcə bunu anlaya bilmədim ki, bu müqavilələrin fonunda, bu müqavilə zamanı necə olub ki, bu məsələ gəlib Kiprdən keçib. Yəni, əlbəttə, hər bir ölkənin aydın məsələdir. İstər qardaş ölkə olsun, istər necəsə, hər bir ölkənin öz, necə deyərlər, siyasəti var, sistemi var, öz maraqları var. Amma ən azından bunu elə eləmək lazım idi ki, qardaş dost ölkə olan Türkiyənin, hansı ki Türkiyənin də Avropadan öncə, əsas Rusiyadır, Çindir, Türkiyədir orada fəal olan. Elə eləmək lazım idi ki, o müqavilədə məsələn qeyd olunub ki, Cənubi Kiprlə əlaqə yaradırıq, Cənubi Kipri tanıyırıq, Şimali Kipr Türkiyə işğalçıdır. O maddənin üzərindən bir xətt çəkilərdi. Bunda razılığa gəlinməyərdi. Yəni, o və yaxud da əksinə olsun. Türkiyə Qazaxıstanı bir nədəsə işğalçı kimi tanısaydı, bunda da yenə eyni şey deyəcəkdim ki, yəni olmaz. İki qardaş eyni tarixi köklərə malik ölkə arasında bunun olması lazım deyil. Biz məsələn məlum məsələlərə görə Şimali Kipri tanımırdıq. Hətta Şimali Kiprin başçısı Ərsin Tatar Xankəndiyə ilk səfər eləyən ölkə başçısı, xarici ölkə başçısı oldu. İndi bundan sonra biz düşünürdük ki, Türk dünyası Şimali Kiprdə bir ortaq nəticəyə gələr. Türkiyənin daim yanında olar bu məsələdə. Necə ki, Türkiyədə təbii ki, Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın və biz Azərbaycan da həmçinin. Yəni, əgər istəyiriksə Turan dünyası qurulsun, bunun üçün də daha ciddi addımlar atmaq varkən təəssüflər olsun ki, bu şeyləri görmək insanı üzür. Yenə deyirəm, lap tutalım olsaydı ki, bu Özbəkistanla Qırğızistan arasında, yenə də bu yaxşı bir hal deyil məncə. Çünki biz görürük dünyada Trumpın gəlişindən sonra da necə hadisələr dəyişir və keçən dəfə də Trump çıxdı, elə sözlər dedi, mən buradan deyə bilməyəcəm. Yəni, ölkə başçısına uyğun olmayan, onun bilmirəm, o yaman öpməkdən filan danışır. Bəlkə izləməyənlər üçün rəydə müəyyən qədər bilənlər bilməyənlərə izah edə bilərlər. Yəni, belə bir aqressiv bir zamanda təbii ki, hər bir ölkə istəyir, öz faydasını güdür. Bu aydın məsələdir. İstəyir qardaş olsun, necəsə. Yəni, amma Cənubi Kiprdə yəni, elə bir mühüm, böyük bir ölkə deyildi. Yəni, buna görə məncə bu ölkə ilə əlaqə qurub, ora səfirliyi yerləşdirib, Şimali Kipr və Türkiyə ilə əlaqəni pozmaq məncə lazım deyildi. Və bir digər məsələ də, bu tamamilə siyasətdən uzaq bir məsələdir. Son zamanlar görürük, Scooby-Doo'nun, Shrek'in, Shrek 7 çıxacaq. Bu filmləri, cizgi filmlərin yeni animasiyalarını çəkirlər. Amma elə çəkirlər ki, elə bir bərbad hala qoyurlar ki, Shrek'in son animasiyasına baxdım və hamı da bunu həyəcanla gözləyirdi. Orada TikTok havasında bir şey eləyiblər və necə deyərlər, baxırsan bu animasiyalarda üzləri, simaları, personajların elə bir hala salırlar ki, nə bilim, yəni sadəcə bərbad. Ən azından hər şeydən ayrılıb bu şeyləri izləyib, oyunlar oynayıb, necə deyərlər, maraqlı bir, özümüzə maraqlı olan nələrləsə məşğul oluruq, izləyirik, maraq dairəmizdədir. Amma onu da belə görəndə təbii ki, bilmirsən buna nə münasibət göstərəsən. Hələ ki, ağlımda, yadımda qalan və məni düşündürən məsələlər bunlar idi. Bu arada, təbii ki, indi qarşıda Azərbaycanla yenə siyasətə qayıdıram. Azərbaycanla Ermənistan arasında danışıqlar gedir, ümumi mənada belə görünür ki, müsbətə doğru nələrsə gedir. Amma hər halda hətta Paşinyanın son çıxışını da gördünüz, orada atılıb düşürdü. Amma düşünürəm ki, ən azından Ermənistan cəmiyyətinə də nələrsə tam doğru izah olunar ki, onlar haqsız yoldadılar və bu boş-boş illərdir müharibə aparırlar. Bu Azərbaycanla Türkiyə ilə bu dirəşməyin də nəticəsi öz başlarında yenə çatlayacaq. Çalışmaq lazımdır ki, dünyada sülhü bərqərar edək. Yəni, bu elə də asan bir proses deyil. Amma hər bir ölkədə birinci növbədə, yəni əlbəttə öz faydasını düşünüb, dünyanın da gedişatına uyğun, faydasına uyğun nələrsə eləsə yaxşı olar və mən ümid edirəm ki, bir daha belə deyək, bir münaqişə, bir savaş baş verməz və Azərbaycan, bizim çünki hələ anklavlar məsələmiz var, Azərbaycan ərazi bütövlüyü tam bərpa olar, bundan sonra da sülh müqaviləsi imzalanar. Qərbi Azərbaycanlılar öz evlərinə geri dönər. Sağ olun.
Hələlik.